Nafanton'dakı vəziyyət nə idi? Günlərin bir günü qabağıma bir məqalə çıxdı ki, bir sənətkar var, Nafantano, bəs dovşanları öldürür, onların mexindən iqruşka düzəldir. Bəs qəddardır və məqalədə də bir dənə dovşan şəkli qoyublar, bir də mənim oyuncağım şəkli qoyublar. Gördüm insanlar bunu, yəni rəylər paylaşılır, yazırlar, eləyirlər. Maraqlı gəldi və götürdüm özüm bir fake sayt açdım. Adı surftrend.com idi və ora bir BuzzFeed tərzində bir sayt düzəltdim ki, ingilis dilində müəyyən məqalələrdir, insanları əyləndirən məqalələrdir. Bir orada nə bilim, bir 100 dənə, 200 dənə pars olunmuş məqalələr qoydum və bir dənə də Nafantano barəsində məqalə qoydum ki, bu sənətkar heyvanları öldürür, acımasızcasına onun dərilərini soyur və bu oyuncaqları düzəldir və oyuncaqların şəkli. Bu barədə bir məqalə. Və bunu bastım reklama. Reklama basanda da bunu target elədim heyvan müdafiəçilərinə. Birbaşa. Və sözsüz ki, o viral başladı getməyə. Nə bilim, petisiya açdılar, gəlin bunu durduraq, bu nə bilim, vəhşidir və s. və axır heyvanları xilas eləyək. Və orada cost per engagement 0,10 dənə 0 sonra 1 rəqəmi var idi orada. Demək olar ki, pulsuzdur. Sən $10 xərcləyib 100 milyon adama gelib çıxırdın. $100 xərcləyib 100 milyon adama çıxırdı. Amma burada trik nə idi? Trik o idi ki, o surftrend.com mənim öz saytım olduğuna görə mən orada Facebook'un pikselini yerləşdirmişdim. Facebook'un pikseli nə edir bilməyənlər üçün? Sən o pikselin sayəsində həmin istifadəçi, o məqaləni oxumuş istifadəçiləri Facebook'da track edə bilirsən və retarget edə bilirsən. Retargeting nədir? Odur ki, sən o pikseldə olan istifadəçilərə sonra başqa reklamlar göstərə bilirsən. Deməli, mənim artıq məhsulum barəsində məlumatı olan çox böyük bir auditoriya var milyonlarla və bunlar girib o məqaləni oxuyublar, o şəkilləri görüblər və başa deyiblər, məsələn, rəylərdə çox görürüm onu ki, gözəl oyuncaqlardır, heyf ki, real heyvanın dərisindən hazırlanır falan. Və bu deməkdir ki, o tutaq ki, 10 milyon, 20 milyon, nə qədər, neçəsə milyon user var idi orada. Buna biz deyirik sales funnel'in topu. Yəni, ümumiyyətlə satış eləyəndə bu yuxarıdan aşağı azala gəlir, axır bir balaca bir kütləyə sən nəsə satış eləmiş olursun. Bu, mənim sales funnel'ın yuxarısıdır. İndi mənim məqsədim odur ki, bu topu bir hissəsini konvert edeyim müştəriyə. Ondan sonra başqa bir məqalə yazdım öz səhifəmdə, Nafantano'nun öz səhifəsində, Facebook səhifəsində ki, bəs eşitmişəm mənim barədə məqalələr çıxır ki, mən heyvanları öldürürəm, nə bilim, nə edirəm, yalandır. Hamısı yalandır və bunun belə olmağının səbəbi odur ki, mən ən yüksək keyfiyyətli süni mexdən istifadə edirəm və budur bir video düzəltdim. Özümün onu necə hazırlamağım barədə belə sürətli gedən bir videodur. Baxın görün mən bunu necə hazırlayıram. Və burada da reklamı bastım elə həmin adamlara, hansılar ki, mənə nifrət dolu yazılar yazırdı orada. Onlar başladılar təzədən bunu paylaşmağa ki, ay cəmaət, o məqalə yalan imiş. Çünki bundan qabaq axı özlərində paylaşmışdılar ki, bu əclaf öldürür heyvanları. Və satışlar uçdu göylərə. Çünki həmin o auditoriya yenidən bunu paylaşırdılar, müzakirə edirdilər. Elə həmin o kimlər ki, baxıb deyirdi ki, nə qəşəng oyuncaqdır, amma heyf ki, real dəridir. Onlar başladılar almaq. Bəsər bəylər. Yəni bu tip mən çoxlu triklər eləmişəm. Ümumiyyətlə həyatda da bu şeyi çox edirəm ki, bütün neqativin, bütün o disadvantage deyək də, onu həmişə öz xeyrinə çevirib və pula çevirə bilərsən əslində. Amma o mindset səndə olmalıdır ki, başqa nə pis şey gəlsin, orada mütləq ki bir opportunity var, mütləq ki bir imkan var, sən sadəcə onu görməlisən, başa düşməlisən.